Biz yazı gəlsə hökmü oxumuşuq bizim bu kitabda. Bizim bu dəstəkdə oxumuşuq hökm bəzilərindən. Burada bir çoxun qeydli. Deməli hökm neçə hissəyə bölünür? Təklifi, vəz'i, iqtizai, inşai, feili, münəcciz, vaqii, əvvəli, vaqii, sanəvi, zahiri, mövləvi, irşadi, şər'i, əqli. Biz oxumuşuq nəyi? Təklifi, vəz'i, təəbbüdü, təvəssülü. Bu vacibin növlərdə bu heç. Bunlar işte oxuyacaq biz bəzilərinin eyni, kifai, təyini, təxiri, nəfsi və təqəddümi. Yəni biz bunların bəzisini oxumuşuq. Sizə demişik təşrif nədir, vəz'i nədir. Müəyyən səsini demişik sizə daha təşkil eləmək ki, inşallah vaxt getməsin. Sonra təklifi hökmün növünü oxumuşuq da biz. Vacib, haram, müstəhab, məkruh, mübah. Vəz'i, deməli, bir də var vəz'i hökm. Bu 5 dənə vacib, haram, müstəhab, məkruh, mübah neyin hökmü idi? Hökmün təklifinin növlərindən idi. Hökm, onun 5-10 dənə qolları, o qolların bir təklifidir və təklifin də qolu vacib, haram, müstəhab, məkruh, mübah. Təklifi hökm nədir ümumiyyətlə özü? Təklifi hökm əmr və nəhidən, əmr və nəhidən, nə olar, nə olmaz, icazədən, icazə olmayanlardan ibarət bir məsələdir. Təklifi hökm müstəqil formada insanın əməllərinə, mükəlləfin əməllərinə bağlıdır və onun rəftarını müxtəlif formalarda şəxsi həyatında, ictimaidə, ailədə, ibadətdə, siyasətdə, ictimai, iqtisadi məsələlərdə hamısını bölür və təyin edir. Bu təklifi hökmün tərifidir. Deyirik, əmrdən, nəhidən, deyək, əmr, nəhi, müstəhab və məkruhdan ibarət olan bir hökm toplusudur. Və bölündü 5 hissəyə: vacib, haram, müstəhab, məkruh, mübah. Bəs vəz'i hökm nədir? Vəz'i yəni qərar verməliyik. Vəz'i hökmü oxumuşuq, bunu gəlib deyə mən deyirəm. Vəz'i hökm ibarətdir o hökmdən ki, müstəqim formada insanın rəftarı əlaqəsi yoxdur. Bəlkə müəyyən bir qayda qanunlar, müəyyən proqramlar qoymaqlı vasitəsilə insan özünə nə eləyir? Hökmlər aid olur. Məsələn, deyək, evlilik. Nə qədər ki, subay idi, evlənmənin qanunu buna aid deyildi. Nə qədər bunun mülkü yox idi, mülkiyyət sahibi deyildi və ya hər hansı bir şəxslə şərikliyi yox idi mülkiyyətdə, buna hər hansı bir məsələ yox, boyuna gəlmirdi. Nə qədər ki, müəyyən bir əşya nəcis deyildi, bunun boynuna vəzi olunmurdu. Bunun boynuna onun paşlamaqlıq əmri təyin olunmurdu. Vəz'i hökm, yəni sonradan təyin olunan, əvvəl yoxdur. Nəsə olur ki, o ortaya çıxan bir məsələlərdir. Məsələn, nə qədər kişi evlənmir, məsələn, gəlsin, xanımına pul versin, axı bunun xanımı yoxdur. Bunun boynunda yoxdur, məsələn, nəfəqə məsələsi. Vəz'i hökmün özü növləri var. Vəz'i hökmünün özü növləri var. Maraqlıdır bu. Deyir, bu müəyyən bir sayı yoxdur. Yəni bizi qorxutmasın. Vəz'i hökm növləri var, yoxsa yoxdur. Deyir, vəz'i hökmünün müəyyən bir sayda növü yoxdur. Bəlkə hər hansı bir qanun ki, məsələn, ortaya çıxır, məsələn, nəcasətin başlanmasıdır, evlənməlidir, şəriklidir, fərq eləməz. Lap 100 də olsun, 1000 də olsun. Sonraya çıxan məsələlərin hamısı vəz'i hökmə aid olacaq. Vəz'i hökmə bir nümunə vuraq. Məsələn, hər hansı bir şeyin doğruluğu. Sonra nəcisin paşlanması. Məsələn, sonra nə qədər insan ay görməyib, onun boynunda bir məsələ yoxdur. Ay görsə, orada açmalıdır. Sonra nə qədər məsələn insan həddi buluğ deyil, bunun bu məsələsi yoxdur. Həddi buluğun məsələləri
ortaya çıxanda, 15 yaş, filan məsələlər ortaya çıxanda buna hökm təyin olunur. Məsələn, əgər insan getməyib səfərə, ona düşmür səfər namazı. Getir baxı. Nə qədər insan bunda deyək, təmin yoxdursa, bu təmin etməlidir ki. Yəni ortaya məsələ çıxmalıdır ki, necə tabi olsun. Qusl əvəzin təmin, nə bilim, dəstəmaz əvəzin təmin, hər hansı bir yerin paşlığı, zəmanətdir, vəkillik, sonra cənabaq quslu, hər hansı bir yerin şərtliliyi və s. və s. Məsələn, alverin şərtləri, bu alver eləyir ki, bu ona şərt gəlsin, yox. Nə vaxt eləcə gələcək? Təklifi hökmdən vəz'i hökmün nədir əlaqəsi? Təklifi hökmdən vəz'i hökmün əlaqəsi. Heç bir hökm, heç bir vəz'i hökm tapılmaz ki, onun yanında təklifi hökm olmasın. Yəni, əgər vəz'i hökm varsa, yəni sonradan ortaya çıxan bir məsələ varsa, aha, orada gələcək kəsin sən başını kəsiləcək, nə? Təklifi hökm. Sən məsələn, alveri eləmirdin deyə, sənə dəymirdi. Alveri elədin, bu şey haramdır, bu şey halaldır. Nə hərbi xidmətdə deyilsən, hərbi xidmətin qanunu sənə aid deyil. Əgər qoydun hərbi xidməti oldun əskər, orada qadağanlar var. Nə qədər subaysan, sənə bir evli hökm yoxdur. Ailə qurdun, vəz'i hökmü sənin boynuna gəldi. Mən nə eləməliyəm? O sənə deyir, təklifi hökmdür. Filan şey eləməlisən, filan şey etməli deyilsən və s. Harada vəz'i hökm varsa, orada təklifi hökm də var. Vəz'i hökmlərin çoxsu, deməli, vəz'i hökmlərin çoxsu təklifi hökm üçün mövzu qərar verir və həmin məsələ səbəb olur ki, bunun adı qoyulur nə? Vəz'i hökm, yəni qərar, təyin olunmaq məsələsi.